Murad? Ha Murad. Görmüşsən onu? Bildin nə hansı müəllimi deyirəm? Sən zarafat edirsən? Yo. İnandırıcı değil ki. Yox. Yox, mən sadəcə təəccübləndim. Müəllimlə münasibət. Səncə düz eləmirəm? Yox. Yox, mən belə şey deyə bilmərəm. İnsanları qınamaq olmaz. Çok sevirsən onu. Dünya kadar. Bəs o da sənin kimi sevir. Onun sevgisine özümden çok inanırım. Onu mütləq tanımalısan. Bir gün tanış olarıq. Senden xahiş edirəm. Bu dediklərimiz aramızda qalsın da. Çünkü bu Muradla mənim sirrimdir. Sir? Yaxşı, bəs siz birbirinizi doğrudan da sevirsinizsə, bu niye sir olmalıdır ki? Bəs siz bilmirsiniz. Bu üniversitede müəllim tələbə sevgisi qadağandı. Zakir müəllim bunu bilsə, Murad işten, mən də üniversiteden qovacaq. Yani siz araştırmışsınız da Mərbaşı, yani analizat vermişsiniz mən. Memnunluq eləmə. Ben her şeyi yaxşı bilirəm. Avaranın bir avara. Her şeyi yaxşı bilirsiniz, onda laf yaxşı, yani Vanqası da onda deyin görüm qız qayıt müəlliminə vaxt ərəcəkcə, deyin görüm. Avara. Sənə deməyiblər ki, insanların zəif yerindən tutmaz da, hə? Bu nədir? Niyə sən həmişə müəllimənin o yarasın közünü qopardırsan?
Mənim bu zibil qorxursa bir dəfə bu kreyləsin də, kreyləsin işimizi bilək də. Kley? Sen beni ele salmışsın ha? Nusret bunun bir cevabı olacak ha. Üzr istəyirəm, valla ağzımdan çıxdı, bilməm, zəif yer izdi. Amma ki, valla yaxşı qutardı. Bu krey sonradan bağladı qoydu. Rədd ol burada! Avaranı bile var ha. Rədd olmadan gedəmərəm mənim. İndi gedə bilərsən. Amma cəzan ağır olacaq. Mənim, valla elə bilsiz mən eləmişəm. Deyir adamın adı çıxınca deyir, canı çıxsın. Çıxsın. Canın da çıxsın, elə gözüm də çıxsın. Ay mənim, qurban olum. Bunu şəxsən, yəni bu krey şey elədi, bu aydan elədi. Bu krey şəxsən aydan elədi. Görmüşəm ki, aydan elədi. Birdən elə bilərsiniz, mən bura xəbərçiliyə gəlmişəm ha. Mən birdən ki, görmüşsünüz kimsə satqınlıq edeyim. Müəllimələri, ya tələbələr kimsə satqınlıq. Onu eləyər Nurlan, Səyid, o Parabeyn, məndən elə şey çıxar mənim. Aydan? Sen ne danışsan ha? Mənim, valla aydan elədi. Götü kreyi belə, ağzını açdı. Götü yaxdı stolun üstündən, deyir ki, mən deyir, ölürəm də deyir, fikon dəstərisin deyir. Xoşum gəldi, qalsın deyir, yapışsın stolda deyir, qopmasın. Otursun auditoriyada deyir, ölürəm fikoysun. Fiko? Hələ bu başdan xarablar məndən başqa sizə dəstə fiko deyirlər, fiko. Nə böyük bilirlər, nə kiçik bilirlər, nə ağsaqa bilirlər, hamısı. Utanmaz. Ha, heç olmasa elə bir adamı de ki, inanılsın. Sizin grupta Aydan'dan çalışkan, Aydan'dan ağıllı bir tələbə var? Yes, var, bala kişi. İndi deyəcəksən, bala kişi eləyim, hə? Ha, o qoyunluğu ilə bəlkə də o eləmək istəyib, o 100%. Amma çaydan, 100% deyib ki, yox, çəkil, belə deyil, çəkil, mənlikdir deyib bu. Kreyə götdü, açdı, götdü arabaya belə yaydı, şey elədi. Nusret, qıza şəraitlərinə görə cəzan daha da ağır olacaq. İndi get, cəzanı gözlə. Ay mənim, valla deyirəm, atma, o çaydan elədi, özüm ölüm. Yalan deyirəmsə ittim balası. Rədd ol buradan! Avaranı bir avara. Nə yaxşı, inarsız şokdayım mən. Şokda, inana bilmirəm yəni, axır ki. Bilirdim mənə görə sevinəcəksən Rüstəm. Çox sağ ol. Yaxşı, mən gedim. Tez-tez gəlin. Bu mənim adamlarımı gözləyir. Yəni ki, get adamlarımı göndər, elçi gəlsinlər. Nə zor da bu. Sənsiz mən nəfəs alanmaram, buralarda heç duranmaram. Yalnız sənsiz qalanmaram mən. Sənin qoxunu özlədim, buralarda... Bu kimdir ha? Buralarda heç duran... Salam aleyküm. Salam. Salam aleyküm. Hoş geldiniz. Sağ ol. Kim lazım idi Ağsaqqal? Başta siz burada işləyirsiniz. Hə, burada işləyirəm. Bufetçiyəm də mən. Nə yaxşı, siz mənə çox lazım olacaqsınız. Mən bura xeyir iş üçün gəlmişəm. Doğruda? Deyirəm bu günləri nə yaxşı gündür. Mənə də bir avara xeyir iş demişlər. Soruşmaq ayıb olmasın. Nə işdir ki? Sən buradakilərin hamısını tanıyırsan? 5 barmağım kimi tanıyıram. Müəllimə, 80% tələbəni. Sözünüz nədir əsas o? Nə yaxşı. Bilirsən, mən Qızqayıt xanımı soruşmaq istəyirəm. Familiyası da Zahidov olmalıdır. Qızqayıt? Hə. Müəllimə? Hə, əlbəttə müəllimə. Tanıyırsan onu? Qardaş oğlu, yaman fikrə getdin ha. Niyə tanımıram? Qızqayıtı tanımayan özün tanımır. Onda deyiyorum o ne zanamlı. Əyləş deyəcəm. Deyəsən Qızqayıtın dədəsidir. Yəqin Qızqayıt evdə mənim haqqımda danışıb. Kişi də gəlib məni yoxlamağa. Bilirsən Ağsaqqal, Qızqayıt müəllimə elə Qızqayıt müəllimətdə. O buranın gülüdür, çiçəyidir. Onun bir hörməti var, burada. Bir ürəyi var, qızıl kimidir. Adam baxdıca baxmaq istəyir. Şəxsən ona süd verən ataya, üzr istəyirəm, anaya halal olsun. Sen beni çok sevindirdin kardeş oğlum.
Deyəsən, qızını tərifləməyə laf ürəyindən oldu. Sən belə qızqayıtdan geniş danış, daha ətraflı məlumat ver. Daha ətraflı deyəndə ki, axsaqqal. Qızqayıt elə qızqayıtdır da. Əlindən hər iş gəlir. Doğrudan? Sən hardan bilirsən? Quşdadın Tombi, quşdadın. Sən hardan bilirsən deyəndə ki, qızqayıt müəllimə, yəni tanınmış müəllimət də burada, hörmətlidir. Hə, hamı tanıyır, hörmət edir ona. Amma bir mədənidir, bir qabiliyyətlidir, bir ürəyi var onun. Öz də şəxsən hər bir qaynanaya üzr istəyirəm, gəlin olmağa layiqdir. Həqiqətəndir. Yaxşı, bəsdir. Abırlıdır, həyalıdır, bax. Bəsdir. Sən mənə de görüm, mən onu necə görə bilərəm, harada görə bilərəm? Hətta burada ikinci mərtəbədə, bu xarabada, bu ikinci kurslara dərsi var, orada dərsliyiz. Qardaş oğlu, çox sağ ol. Mən səndən çox razı qaldım. Hara gedirsən? Yemək var orada, dolma var, aş var, yüzünlə ələ Sağ ol. tapırın. Xoş gəldiniz. Ata. Nə qoydun? Atamı oxşadınız, ağzımdan çıxdı. Nə olar, siz də mənim atam. Tez söz gəlin. Tez söz gəlin. İşlər ağıldı. Kişi özü gəlib ayağı ilə burada. Tombik nə istəyirsən? Qız o tərəfdən, atası da bu tərəfdən. Elçiləri bir göndər də göndər. Qız mənimdir sənin. Ne olur Mahir? Mahir. Aa, ne oldu senden de öyle ha? Bitirdim Gülşen'i. Deli sensin. Böyle tez karar verme. Hara gideceğiz? Elbisi de sen dedin Nurlan. Sevdiğin adamı itirenden sonra başa düşürsen ki onu itirmeye de en büyük günahkarsan sen. Mahir. Senin de yaxşı değilsin. Gerek dersen sonra gelip ikimiz aktarardı. Yaxşı. Tapacağım ona. Hara gedirsen? Tapacağım ona. Mahir gözle de bir dakika. Mahir. Mahir. Görürsünüz də cavanlar nə haqqa çıxardır. Gidebilirsen. Aha. Yaxşı. Yəqin ki, müəllim Turalı görəcəksiniz. Məndən salam görürsünüz.
Banu bura gel. Gəlin kim idi qaqaş? Gələn sənin təzə xəbərlərin. Nədir bu? Hı? Sən nənəm cavab ver, nədir bu? Mən sən deyəcəydim. Nə bax, ərə gedəndən sonra? Hə? Biz Turanla Hədə nişanlanmısan da, bravo, təbrik edirəm. Toyunuz nə vaxtı? elə demə qaqaş. Necə deyim? Sən nənəmə necə deyim bəs? Hə? Mən səndən adam kimi münasibət qurdum da, dost kimi münasibət qurdum. Dedim ki, aramızda gizli bir şey olmasın. Niyə gizlədirsən məndən? Mən də səni özümə dost bilirəm. Gördüm də, gördüm. Gərək əlimə qılınc alıb, başın üstündə durum, hər dərmədə şey gedəndə səni güdüm, ondan sonra ağlın başıma gəlsin. Bu elə belə bir şey. Nə elə belə bir şey? Ay qız, sən xəstəsən? Sən nişanlanırsan, öz başınasan sən! Sən nənəm cavab ver! Tut üzüyü. Biz bir şey eləməmişik. Tut üzüyü. Rədd ol otağa. Alver olursun. Belə də. Gülşən dərsə niyə gəlmir? Hər kəs bilir deyə utanır. Bilmirəm İnci. Dünən evə də gəlmədi. Bircə qorxduğum eləməsin. Nə? Neçə gündür deyir ki, yox olmaq istəyirəm, getmək istəyirəm. Amma yox, mənə deməmiş eləməz. Eləməz. Rебята, здравствуй. Gözünüz aydın olsun. Yəni, bunu deyim ki, Fiko elə bir ki, bu krey söhbət var ha. Mənim idi o, elə bir də, yəni Fiko. Orada. Niyə? Nə bilim, yəqin aranızda ən yapışqan oğlan mənəm də. Şirinə baxır, şirin. Sən çox rahat olma. Fiko bunu belə qoymayacaq. Onu düz deyirsən. Dedi, cəzan ağır olacaq, dedi. Fiko mənə cəza verəcək, sən mənim canım. Heç nə. Səndən ayaq altı düzəldəcək. Universitetə girəndə ayağını silib keçəcək içəri. O ayaq altlar olur, içinə yazır, Velikome. Velikome nüstət, patladıram. Onsuz da siz evdə bundan ayaq altı kimi istifadə edirsiniz da. Saçma, Yaxşı da, Tural. Sən xətrinə dəymə də. Amma şəxsən mənim fikrimi soruşsaz, mən deyərəm ki, Fikonu aparacaq çoxlu pal-paltar aldıracaq özünə, özdə dolqa brend magazinlərdən. Apar, nə vaxt görmüsən ki, Fiko brend giyinib? Bir dənə qalastik var, fiyaleti var. Özüm ünüm. Nəyə giyinib? Belə baxırım, sən minə bilər o. Evdən işə, işdən evə, sakit, bibib, eşək kimi olma. Səndən yaxşı eşək düzəlir. Dəqiq elə. Çox əxlaqsız adam sizə. Bəs də, özəki qadın, niyə mən şey eləmədi, cəzalandırmadı Fiko, niyə də? Kim eləyib? Aydan, qoy onu da cəzalandırsın. Düz emirəm. Görə eşidir məni. Ay Nüsrət, gəl sən centilmen ol, öz boynuma götür də. Niyə mən palçam burada, hə? Yox, bura lox yazıb. Yox, lox yazıb bura. Yazılıb. Onu da loxam edim. Pərviz, sən can, deyirəm ki, baxmadan nə qədər olmayan sən dekan oxusan da, bəlkə bu işi öz üstübə götürəsən, hə? Sən nə deyəcək Fiko, sən? Nə edeyim? Hesat, qaqa, hesat. Can sağlığı, uzun ömür, hesatda. Deyin görün bugün niye bu kadar azıq ha? Afet de ye, dərsdə deyil, sən də öldürüm səni. Güya dərsdə belə çox idi.
Ha? Yəqin Gülşənin başı qarışıb ərinə. Ay qız, nə ərinə? Xahiş edirəm, düzgün vurğula. Ex ərinə. Bu şanı böyle. Bura baxın. Qeybət etmək sizə qalıb. Bəsdirin də. Mahir də yəqin depressiyadadır. Xəbərimiz yoxdur Mahirdən. Makaya nə olub ki? Ha, bilmirsən, xəbərin yoxdur. Gülşəni sevir də bu da. Bu nətər olur, ha? Universitetdə başqa qız yoxdur ki, bir-birinizi sevirsiniz. Ha? Mənim başım çıxmır. Ülvi incini. Pərvizlə Tural Banunu, Mahir Gülşəni, bugün sabahdakı Nüsrət Afağı. Ağzıma gələni danışma, ağzından sıçan tərbiyyət ökürsün. Mən bu taxtabaşı sevməyim onun üçün alqış ola bilər, amma şəxsən mən iki dünyada bir olsa, yatıb o yuxusunda da görməz mənim onu sevdiyimi. Taxtabaş. Hə, Makaron, mən o günü görəcəmsə, onda sənin boyda başıma dağ düşsün. Amin. Sən nə giz-giz danışsan, Bizim qrupda hansı sevgi şey düzəməli olur? Bu belə, Pərviz, Tural sınıq salxaq, mən də ki belə də ciclərin arasında qalmışım. Deyirəm, imanına şükür. Ne var ağlı? Yanacaq. Uşaqlar, mənə qulaq asın. Bu sevgi ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də vacib. Doğrudan deyirəm. Əgər sevgidə əsas məsələ birisidə nədir? Sevgidə əsas məsələ sevdiyi əlində saxlamaqdır. Düzdür, siz onu bacarmırsınız. Boynunuza alın da siz. Onu bacarmırsınız. Ona görə də... Rüstəm, Aycan. dərslərini keçdə bunları. Dərsi deyəndə ki, İnci, bunlar örgənmək istəmirlər. Nə baxsan, örgənmək istəmirsiniz də. Bax, həftənin tək günü, 1-3-5. Gəlin mənim yanıma, dərsdən sonra. Rüstəm sizə başa salsın da hər şeyi də, füsur da. Amma, uşaqlar, sizə bir-iki günə şart xəbərim olacaq. Gözləyin. Sən zən nə şart xəbərdir? Deyəcəm də. Sən indi, sən mən. Sürpriz. Yox, bir tıncıqıram, indi deyim, gömlərsən. Nə ayrım? De, tıncıqıram. Nədir ki, o? Ayda Banu götür də telefonu, götür, ürəyim partlayacaq. Bu niyə cavab vermir mənə? Dəli olacaq, onsuz fərraxlım yoxdur. Neçə dəfə yıxıb görməmişəm. Banu. Alo. Alo. Salam Tural. Salam Banu, salam. Nə olub, telefon niyə götürmüsən? Səhərdən zəng edirəm. Dəli olmuşam burada. Tural, telefon səsini almışdım. Sonra da səsini eşitməmişəm. Görməmişəm sən kimi. Niyə Banu? Nəsə olub? Murad buradaydı, ona görə. Niyə də? Nə olub ki? Səsin bir təhər gəlir, Banu, qorxutma məni. Yox, heç nə. Murad öyrəndi. Nişanlanmamızı. Ayda, necə? Necə öyrənib? Pərviz üzüyü verib ona. Şərəfsizin hərəkətinə bax, alçağa bax. Son kozundan da belə istifadə elə, Banu. Yaxşı. Bilsən necə əsəbləşmişdi. Yaxşı da. Danladı səni, Banu. Ağzından çıxan dedi mənə.
Danın adı nədir? Bağışla məni, bağışla, bana bağışla. Mən danışaram, müəllimlə danışaram, sən narahat olma, gəlib danışacağam müəllimlə. Tural, lazım deyil, istəmirəm, heç kimlə danışma. Sənə çox əsəbidir, mən qorxuram sənə nəsə eləyər. Ban, bir dəqiqə. Yox, Ban, mən müəllimlə danışmalıyım. Amma müəllimdən əvvəl bir nəfərlə danışacağım, özdə bir çox pis. Pərvizlə Tural, yox, lazım deyil. İşin olmasın ondan. Hə, Ban, Pərvizlə. Onu mən çırpmasam, hirsim soyuyandı. Tural, lazım deyil də dedim, yaddan çıxar, onsuz da olan olub. Eşidirəm Murad müəllim. Nə məsələdir? Düşünürəm, oğlumuzun çıxartdığı oyundan xəbərimiz var. Nə oyun? Yenə nə olub? Başlarından böyük qələt eləyiblər, neyniyiblər, öz aralarını nişan eləyiblər. Hə, o məsələni deyirsiniz. Mənim xəbərim var, bilirəm. Üzün ağ olsun, ay bağım. Üzün ağ olsun. Deməli, bir dənə bu məsələdən mənim xəbərim yoxdur. Elə ona görə sizlə danışmaq istəyirdim də. Siz də ki, çox sağ olun. İmkan verdiniz danışaq. Bir dəqiqə, əgər o məsələni deyirsinizsə, o məsələni yaddan çıxardın. Bu məsələ baş tutmayacaq. Murad, nə olub? Nədən şırtdınız xanım müəlliməni? Heç. Yaxşı deyilsən, bu anaya görədir. Hə, amma danışmaq istəmirəm. Yasəmən müəllimə. Gəl. Onu niyə bura çağırırsan? Olmaz ki. Murat hara? Deyəsən mane oldun, hə? Yox, Murat'ın işi var idi. Ona görə getdi, yoxsa qalardı. Nəsə problemi var? Niyə məni bura çağırdın? Hər şey yaxşıdır. İstədim Murat'ı daha yaxından tanıyasan, dostlaşasan onunla. Onun nə qədər ürəyi təmiz, mehriban, başa düşən insan olduğunu biləsən. Tanısan onu niyə bu qədər çox sevdiyimi də başa düşəcəksən. Amma heyf ki getdi. İnanıram ki, o sən dediyin kimi. Uşaqlar, Nüsrətə görə pis oluram. Görən Terminator onun nə verəcək, nə cəza verəcək. Pis niyə olursa? Bambıl lazım olduğu cəzanı almalıdır da. Nə cəza verdilər ona? Hələ bilinmir atabala. Sabah deyəcəklər. Kli söhbət onluqdur da, gərək bunu eləməzdik. Və o bizi gözələ satanda yaxşı idi. Məncə yaxşı plan qurdu Zahid Nüsrətə. Nə? Ayıbdır, hə? Tüh, sizin şərəfinizə, ayıb olsun. Mənə plan qurmuşsunuz, hə? Hə? Tüh, sizə. Bizə ya sənə? Sizə elədiyim yaxşılığa burnunuzdan gəlsin, hə? Nüsrət, hə? Neynəmsən bizim üçün, hə? Neynəmişəm? Az olub mən sənə depresiyadan çıxarmışam, hə? O qıvrım sasa görə nə qədər ağlamsan? Gözündən belə cıldır-cıldır yaşlar töşürdü, hə? Ağlı gün sabetka verdim, ağlı gün sabetka verdim. Sabetkanın pulunu yıxsırım, bu vaxt bir dənə ev almışdıq. Hə? Özü sənin xaşından heç o qızın adını da çəkmirdin. Tüh sənə. De, olsun kələ.
Ha. Nə mənə ola? Məni inəm sən. Biraz qurulma olsun, hə, biraz qurullu ol. Ayıp da, hə. Sənə görə mən Saşinkadan əl çəkdim, o rus qızından əlimi üzdüm sənə görə. Kişiyə biz, kişi. Ha, de, bala kişi. Məni ağarmısan? Mən neyləmişəm sənə? Az o burada darxırdın, ağlıydın ki, kəndimizi istəyirəm, nə bilim, çoban, qoyun, quzu. Hə, mən neynirdim? Saatlarla burada mənirdim, mə. Az olub. Hə, az olub. Aman Nusrət, sən belə maraqlı müəllisən ha. Elə bir doğuşçu qoysan. Danışma sən, çıpız. Listədə mələdirdilər, sən, sirirdilər sən uşaqlar. Gücdən aldın əllərindən. Allah bir ağıllı nə quşlamsan orada. Saat şey eləməsəydin, sən maaş deyirdilər orada. Elə bir uşaqlar səni də döymüşdü axı. Buna bax ya, mən adam döydüm. 3-4 tane belə hüngürbay qardıma vurdular. Gülmə, ağıllı, gülmə. Sonra gəlib mənim arxamda gizlənmişdin. Yaxşı qardaşım söhbəti bu sözlə həll elədi. Sən ağıllı, nə oldu qardaşı soxma, hə bura. Eyb yox, bilməyin Nüsrətin qədrini, eyb yox. Biləndə amma gec olacaq. Öləcəksən. Ölsün mən istəməyənə, niyə ölürəm, hə? Niyə ölürəm ki? Qəşək pullanacağım, pullu qaqaş olacağım, malyarder olacağım, qəşək. Özüm üçün qalamur qaqaş olacağım, pul bıraxacağım hər yerə. Başa düşdünüz? Onda görüm nə tər şey mənə şey edirsiniz. Ya. O fantastikadır, real söhbətlər elə. Bu Fikrət müəllimlə zarafat eləmək baha başa gəlir, neyniyəsən? Nə aracağım? Dərsə getməyəcəm, burada nə var ki? 2-2-dir, getmirəm dərsə. Elə şey yoxdur, brat. Sabah səni şəxsən özümüz bu əllərimizlə Fikrət müəllimin hüzuruna aparacağıq. Danışma, Allah danışma. Bu dəfə Hürrəm sən olacaqsan. Bax, ovucumuzun içində aparacaq səni düz sultanın qabağına. Sən deyəsən yadından çıxıb, Hürrəm olan vaxtların yadından çıxıb, hə? Kimdə Fiko? Kimdə mən onun ayağına gəlim? Bu oğlan ömür boyu sınmayıb. Başa düşdün? Heç kimin ayağına getməyib. Fiko gələr bura, amma mən ömür boyu getmərəm. Başa düşdün? Kimdə Fiko? Bombadır, bomba oğlandır. Ha, nədir? Görərsiniz. Yox, Fiko. Kimlə qorxucular mən? Durun çay dəmləyin, hə? Qızqayıt müəllimə. Nədir Rüstəm? Mən nəsə demək istəmirsən? O gün sənə dediyim söhbəti deyirsən? Hə də, istəyirdim öyrənəm ki, elçilərin nə vaxt şeyliyim. Rüstəm, universitetdə bu xəbəri birinci bilən adam sən olacaqsan. Mənim hərimi bir qohuma veriblər. O gün universitetə gəlmişdi, mənim haqqımda maraqlanırdı. Sağ olsun kimsə məni ona yaxşıca tərifləyib. Bu yaxınlarda da nişanımız olacaq. Saya. 1, 2, 3. Orada Nusrət. Sən hara? Çox sağ olun uşaqlar. Deməli, bu dələduz qaçmaq istəyir də? Bəli! Hara qaçır müəllim? İmkan verərik qaçsın. Müəllim, cəzasını elə verin ki, bizim də ürəyimizdən tikan çıxsın. Narahat olmayın. Bugün xadiməni evə bıraxmışam. Şəhmə, budur mənim cəzam. Burada nə var ki, bir günlükdə sürənərəm kardollarda, kardollar sürənərəm ora bura. Elə şey yoxdur.
Döşəməni dilinlə yalayacaqsan. Universitetin döşəmələrini tərtəmiz yuyursan. Pəncərələri par-par parıldadırsan, tozda silirsən. Eşitdin? Yox, mən niyə eləməliyəm də, mən tələbəyəm, mən nümunəvi təzahür. Buyur, nümunəvi tələbə. Mən niyə eləməliyəm? Nədə? Yoxdur Gülşən. Gedib Gülşən. Bilirəm. Ən doğru olanı eləyib. Sənin üçün də, öz üçün də. Sən hardan bilirsən mənim üçün ən doğru olan nədir, hə? Hardan bilirsən? Deyirəm gedib, gedib. Səhv olan nədir Mahir? Gözün bağlanıb elə bil. Evlənib boşanıb amma sənin xəbərin yoxdur. Çünki məni itirməkdən qorxurdu, başa düşürsən? Məni itirməkdən qorxurdu. Amma qayıdacaq. Görəcəksən, qayıdacaq. Özünü aldadırsan Mahir. Özünü aldadırsan. Hardan bilirsən bunu? Ananın üstüne kışkırma. Bir sözümle seni saymayıp giden kıza göre. Murat gözlə. Neyi? Dünən səninlə olanlar haqqında danışa bilmədik. Gedək dərsi bir yerdə yolda danışarıq. Hara? Dərsə də dərsim var axı bugün yadından çıxıb. Sən heç yana getməyəcəksən. Başa düşmədim, nə demək istəyirsən sən? Sən dərsin də universitetində qurtardı. Necə yəni universitetin qurtardı Murat? Yəni demək istəyirəm ki, təhsilini dondurub kəndə qayıdırsan. Nənəmin yanına. Yasemin otağın təmizkarına sevinəcək. İnci. Bu sözler... Ey kız, güzel kız. Bir ev satılır yüreğimde. Bugün Murat'ın piknikte dediği şehirde.